Çin raket istehsalını xeyli sürətləndirib. CNN nəşrinin yaydığı hesabata görə ölkə bu prosesə illər öncədən başlayıb. Hazırda Çinin raket istehsalı və müdafiə silahlarının buraxılması ilə bağlı 136 obyekti var. Hətta 5 il ərzində raket istehsalı ilə bağlı obyektlərin ərazisi 2 milyon kvadrat metrdən çox genişləndirilib. Bununla bağlı bir sıra fake görüntüləri də nəzərdən yayınmayıb. Görüntülərdə sınaq üçün nəzərdə tutulmuş yerlər və obyektlərin genişləndirilməsi açıq şəkildə görünür. Üstəlik bir müddət əvvəl bir çox kənd və əkin sahələri olan yerlər hərbi komplekslərə çevrilib. Çinin geniş miqyasda raket istehsalını artırması bir çox ekspert tərəfindən mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Hərbi qüdrətini gücləndirmək və regional güc dinamikasını dəyişdirmək niyyətini nümayiş etdirən Pekinin bu addımı bir çoxları tərəfindən Birləşmiş Ştatlar və müttəfiqləri üçün ciddi təhlükə kimi qiymətləndirilir. Ekspertlərin fikrincə Çinin bu həmləsi silahlanma yarışının yeni bir mərhələsi olaraq qəbul edilməlidir. Düşünürəm ki, bu artıq yeni silahlanma mərhələsidir. Çin səssizcə gücünü artırır və regionda tək olmadığını bilir. Ancaq Amerika Birləşmiş Ştatları onların müəyyən yerlərdə qarşısına çıxır. Lakin Pekin bunun öhdəsindən gəlməyə çalışır və çalışacaq. Bununla da strateji mövqeyə sahib olmaq üçün əsasən raket istehsalını artırır. Stockholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə Çin raketlərlə yanaşı nüvə arsenalında da dünyanın digər ölkələrindən daha sürətlə irəliləyir. Pekin 2023-cü ildən bəri arsenalına hər il təxminən 100 yeni nüvə başlığı əlavə edir. Analitiklər nüvə arsenalının gücləndirilməsini raket sənayesi ilə əlaqələndirir. Hətta Asiya nəhənginin son zamanlar bir sıra raketlərlə silah sənayesinə meydan oxuduğu da deyilir. Belə ki, Çinin son zamanlar istehsal və modernizasiya etdiyi ən güclü sursatlar arasında qitələrarası ballistik raketlər, hipersəs gəmi əleyhinə raketlər və havadan uzun mənzilli ballistik raketlər xüsusi yer tutur. Ən güclü hesab edilən DF-41 qitələr arası ballistik raketi 12.000-15.000 kilometr arası məsafəyə malikdir və mobil buraxılış qurğularından atıla bilər. DF-5C raketi isə bir neçə döyüş başlığı daşıya bilir və 20.000 kilometr mənzilli nüvə silahı hesab olunur. Bundan başqa Çinə məxsus raketlər arasında UJ-21 hipersəs gəmi əleyhinə raketi və JL-1 strateji bombardımançı təyyarələrin daşıdığı havadan havaya sinifli ballistik raketləri də yer alır. Azərbaycan ordusunun arsenalına daxil edilən HQ-9 zenit raket kompleksi isə Çinin FD-2000 kimi tanınan HQ-9 hava hücumundan müdafiə sisteminin ixrac versiyasıdır. Sistem təyyarələr, qanadlı raketlər, hava yer raketləri və ballistik raketlər də daxil olmaqla 1000 kilometrə qədər məsafədə müxtəlif hava hədəflərini aşkarlayaraq məhv etmək üçün nəzərdə tutulub. Əməliyyat mənzili 250 kilometr, maksimal hündürlüyü isə 50 kilometrdir. Analitiklər qeyd edir ki, raket sənayesində bu cür inkişaf Çinin strateji maraqlarından xəbər verir. Əgər indi hamının bildiyi kimi Çinin Birləşmiş Ştatların strateji rəqibi olduğunu nəzərə alsaq deyə bilərik ki, onlar bir çox sahədə mübarizə aparırlar. İqtisadi cəhətdən bir-birlərinə bağlı ola bilərlər. Lakin Pekin regionda və dünyada silah sənayesində tədricən söz sahibi olmağa başlayır. Onlar silah sənayesində də bir vaxtlar güclü olan Birləşmiş Ştatların monopoliyasını aradan qaldırmağa qədər güclənə bilərlər. Bununla yanaşı ekspertlər hesab edirlər ki, Çinin son dövrlərdə raket sənayesini bu qədər sürətlə inkişaf etdirməsi bir növ Tayvan məsələsində gələcək qarşı durmaya hazırlığın simvolu kimi də oxunmalıdır. Əslində bu modernizasiya mümkün Taipei və Pekin münaqişəsində Amerika Birləşmiş Ştatlarının mümkün müdaxiləsini çəkindirmək məqsədi ilə aparıla bilər.